Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən Dayanıqlı İnkişaf, Ailə, Qadın və Uşaq Siyasəti mövzusunda konfrans dövlət qurumları, millət vəkilləri və ekspertləri bir araya gətirib. Tədbirdə çıxış edən komitə sədri Bahar Muradova bildirib ki, ailə siyasəti dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Onun sözlərinə görə ailə institutunun möhkəmləndirilməsi cəmiyyətin dayanıqlı inkişafına birbaşa təsir göstərir və bu istiqamətdən kompleks yanaşma tələb olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili Səbinə Əliyeva isə çıxışında uşaqların hüquqlarının müdafiəsinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Qeyd olunub ki, xüsusilə həssas qruplara daxil olan uşaqların sosial müdafiəsi diqqət mərkəzində saxlanılır. Elm və Təhsil naziri Emin Əmrullayev çıxışında təhsilin ailə institutunun formalaşmasındakı rolundan danışıb. Bildirib ki, məktəb və ailə əməkdaşlığı uşaqların sağlam inkişafında əsas faktorlardan biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev isə sosial rifah proqramlarının genişləndirilməsindən bəhs edib. Onun sözlərinə görə dövlət tərəfindən həyata keçirilən sosial layihələr ailələrin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Konfransda gender bərabərliyi, qadınların əmək bazarında iştirakının artırılması, erkən nikahların qarşısının alınması və məişət zorakılığı ilə mübarizə kimi məsələlərdə geniş müzakirə olunub. İştirakçılar bu sahədə maarifləndirmə tədbirlərinin daha da genişləndirilməsinin vacibliyini bildiriblər. Ulu öndərimiz əsası qoyduğu dövlətin ailə, qadın, uşaq siyasəti bu gün ölkə prezidentimiz Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu konfransda görülən işlərlə bağlı ətraflı bəhs olundu və gələcək perspektivlər geniş müzakirə olundu və bildirmək istərdim ki, bu gün dövlətin ailə, qadın, uşaq siyasətində qadınlarımızın iqtisadi səlahiyyətlərinin artırılması, onların təhsilə, eyni zamanda iş həyatına və ictimai həyatda fəal iştirakı, həmçinin qadınlarımızın təkcə ailədə yox, onların cəmiyyətin aktiv üzvünə çevrilməsi ilə bağlı görülən işlərin hər biri dayanıqlı inkişafın əsas göstəricilərdən hesab olunur. Tədbir panel müzakirələrlə davam edib, sonda bədii hissə təqdim edilib. Rahim Əkrəmoğlu, xanım Rüstəmzadə, Zaur Həsənov, NTV Xəbər, Bakı.